Bilənlə bilməyənin halı. Kitabda belə bir ayə keçir ki, bilənlərlə bilməyənlər eynidirmi? Hətta Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ı səhv etmirəmsə xəbərdar edir. Hansı ayədə? Səhv etmirəmsə Bəqərə surəsi 145-dir. Orada Allah Teala buyurur ki, əgər sən bildiklərindən dolayı digərlərinin istəklərinə uyarsan, deyə onu xəbərdar edir. Gerisini bilmirəm, amma xəbərdarlıq ifadəsi olduğunu anlayıram. Bilməklə bağlı müəyyən ifadələr, onların bəzilərini hardasa özümdə hiss edirəm. Bu yaxşı şeydir, amma bəziləri də şübhəlidir, varmı səndə yoxsa yox. Məsələn, bilən adamın Allah qorxusu artır, o biraz daha nisbətən düzgün insan olmağa çalışır. Belə bir ifadə keçir ki, elm əməl üçün nazil olmuşdur. Yəni, bilmək bəzən kifayət etmir, işin sanki birinci mərhələsidir, əməl etmək mütləqdir. Hətta mən əməl edənləri bilən hesab edirəm. Yəni, bir məlumatın varsa, o sadəcə məlumatdır. Əgər onu istifadə etmirsənsə, bilmək kimi şəxsi fikrimdir, bunu hesab etmirəm. Bilirsiniz nəyə bənzəyir? Formula 1-də belə bir şey var. Maşına çatmaq bir işdir, onu keçmək ikinci bir işdir. Bilmək mənə görə bir işdir, misalımı uyğun görür, onunla əməl etmək ikinci bir işdir. Yəni, ikinci bir keyfiyyət gərəkdirir ki, sən də ona bildiyinlə əməl edəsən.